Kök səpmisiniz. 2 həftə keçib, amma ləkdə bir dənə də yaşıl cücərti yoxdur. Torpağa baxırsınız, hər şey sakitdir. Sanki heç nə səpməmisiz. Adamın ürəyi sıxılır. Düşünürsən ki, bəlkə toxum köhnə idi, bəlkə çox dərin bastırdım, bəlkə suyu az verdim, bəlkə də bu il kök məndən küstü. Əgər sizdə də belə olubsa, bu videonu mütləq axıra qədər izləyin. Çünki çox vaxt problem toxumda yox, torpağın üst qatındakı nəmlikdə olur. Bizim Azərbaycanda, xüsusilə Abşeronda, Aran bölgəsində, Gəncə tərəfdə, isti və küləkli yaz günlərində torpağın üzü çox tez quruyur. Səhər su verirsən, günortaya qədər üst qat yenə quru olur. Kök toxumu isə məhz həmin üst qatda yatır. Ona görə də ona bahalı dərman yox, sabit nəmlik lazımdır. Bugün sizə çox sadə, ucuz və işlək bir üsul göstərəcəm. Adi yaş qəzetlə kök ləyini örtmək. Bəli, adi qəzet. İlk baxışda qəribə görünür. Amma mənim kökümü bir dəfə məhz bu üsul xilas edib. Əvvəlcə bir şeyi dəqiq deyim. Qəzet möcüzə yaratmır. Pis toxumu yaxşı toxuma çevirmir. Daşlı, bərk torpağı da bir gündə münbit eləmir. Amma bir işi çox yaxşı görür. Kök toxumunun ən çox ehtiyac duyduğu yerdə, yəni torpağın üst 1 santimetrində nəmliyi saxlayır. İndi hər şeyi ardıcıllıqla danışım. Bir neçə il mənim köklə eyni problemim var idi. Yaz gəlirdi, hava isinirdi, torpaq yumşalırdı. Mən də həvəslə lək hazırlayırdım. Şırımlar açırdım, toxumu səpirdim, üstünü örtürdüm, su verirdim və fikirləşirdim ki, bu il mütləq yaxşı məhsul olacaq. Bir həftə keçirdi, heç nə yox. 10 gün keçirdi, yenə sakitlik. 2 həftə keçirdi, lək bomboş qalırdı. Hər səhər gedib ləyə baxırdım. Hardasa balaca yaşıl bir şey görürdüm, sevinirdim. Sonra məlum olurdu ki, alaq otudur. Torpaqda xırda çat görürdüm. Düşünürdüm ki, yəqin indi cücərəcək. Amma yenə heç nə çıxmırdı. Qonşuda turp artıq yarpaq açmışdı. Keşniş, şüyüd, cəfəri qalxmışdı. Mənim kökləyim isə elə bil boş yerə hazırlanmışdı. Sonra insan başlayır özünü sorğu-suala tutmağa. Toksum köhnə idi. Sort uyğun deyildi. Torpaq ağır idi. Çox dərin səpdim. Bəlkə əvvəlcədən islatmaq lazım idi. Bəlkə gübrə verməli idim. Bir neçə gündə keçir, səbir qurtarır. Adam istəyir ləyi yenidən qassın, toxumu təzədən səpsin. Mən də belə edirdim. Yenidən səpirdim. Sonra yenə gözləyirdim. Axırda cücərtilər parça-parça çıxırdı. Bir yerdə çox, bir yerdə heç yox. Payızda isə iri, düz kök əvəzinə nazik, əyri, bəzən də 2-3 yerə ayrılmış köklər çıxırdı. Yeməyə yarayırdı əlbəttə. Şorbaya, plova, qovurmaya qatmaq olurdu. Amma qışa saxlamaq, iri və səliqəli məhsul götürmək mümkün olmurdu. Sort dəyişdim. Bahalı toxum aldım. Dənə-dənə satılan toxumlardan istifadə etdim. Yeri dəyişdim. Müxtəlif gübrələr sınadım. Amma əsas problem qalırdı. Kök geç çıxırdı, seyrək çıxırdı. Sonra da zəif inkişaf edirdi. Bir gün yenə ləyin başında dayanmışdım. Kök çoxdan səpilmişdi. Amma cücərti demək olar ki, yox idi. Qonşu barban gördü ki, kefim yoxdur. Yaşlı adam idi. Ömrünü torpaqda keçirmişdi. Onun həyətində pomidor da güclü olurdu. Xiyar da bol olurdu. Soğan da düz çıxırdı. Kök isə elə bir seçilib düzülmüşdü. Gəldi, ləyə baxdı. Bir söz demədən getdi. Mən də düşündüm ki, yəqin o da anladı, bu işdən bir şey çıxmayacaq. Birazdan əlində köhnə qəzetlər və bir vedrə su ilə qayıtdı. Qəzetləri kök ləyinin üstünə sərdi. Yaxşıca islatdı. Kənarlarını taxta ilə bastı və dedi, indi buna toxunma. Ancaq bax ki, qəzet qurumasın. Bir neçə gündən sonra kənarını qaldırıb yoxlayarsan. Düzü, mənə çox qəribə gəldi. Ləyin üstündə qəzet görmək elə də ciddi üsula oxşamırdı. Amma itirəcəyim bir şey də yox idi. Hər gün qəzetin üstündən su verdim ki, nəm qalsın. Bir neçə gündən sonra kənarını ehtiyatla qaldırdım və torpağın altında ağ, incə cücərtilər gördüm. 1-2 dənə yox, çox idi. Həm də sırayla çıxmışdılar. Onlar hələ soğuğun idi, çünki işıq görməmişdilər. Amma canlı idilər. Qəzeti axşamüstü götürdüm. Ləyə yüngül su verdim. 2 gün sonra həmin solğun saplar yaşıllaşdı. Kök nəhayət normal çıxdı. O gün başa düşdüm ki, problem toxumda deyilmiş. Problem nəmlikdə imiş. İndi baxaq, bu üsul niyə işləyir?
Kök toxumu tez cücərən toxum deyil. Toxum xırdadır, qabığı sıxdır. Üstəlik tərkibində efir yağları var. Bu yağlar toxumu qoruyur, amma eyni zamanda suyu qəbul etməsini ləngidir. Ona görə kökün 3-4 günə çıxmasını gözləmək düzgün deyil. Torpaq isti və nəm olarsa, kök təxminən 10-14 günə çıxır. Hava sərin olarsa, toxum köhnə olarsa, yaxud torpaq tez quruyarsa, bu müddət 3 həftəyə də uzana bilər. Əsas çətinlik də buradadır. Kök dərin səpilmir. Adətən 1 sm, bəzən yüngül torpaqda biraz dərin, ağır torpaqda isə biraz dayaz səpilir. Yəni toxum torpağın lap üst qatında qalır. Bizdə yazda nə olur? Səhər su verirsiniz. Hər şey yaxşı görünür. Günorta günəş çıxır, külək əsir. Xüsusilə Abşeronda xəzri və gilavar torpağın üst qatını tez qurudur. Axşama torpağın üzü yenə quruyur. Ertəsi gün yenə eyni hal təkrarlanır. Toxum isə bu vaxt artıq suyu içinə çəkmiş ola bilər. Qabığı yumşalır, içindəki rüşeym oyanır. Əgər həmin anda torpaq quruyarsa, cücərti torpağın üstünə çıxmamış məhv ola bilər. Siz ləyə baxıb düşünürsünüz ki, toxum çıxmadı. Əslində isə toxumların bir hissəsi oyanıb, amma susuzluğa dözməyib. Başqa bir problem də torpaq qabığıdır. Suvarmadan və ya yağışdan sonra torpağın üstü bərkiyib nazik qabıq bağlaya bilər. Ağır torpaqlarda bu daha çox olur. Lobya, noxud kimi iri toxumlu bitkilər bəzən bu qabığı yarıb çıxa bilir. Amma kök cücərtisi çox nazik və zəifdir. Ona bərk torpağı yarmaq çətindir. Beləliklə, 2 problem yaranır. Birincisi, toxuma sabit nəmlik çatmır. İkincisi, zərif cücərti bərkimiş torpaqdan çıxa bilmir. Qəzet burada kömək edir. Qəzet kökü öz-özünə sürətləndirmir. Sadəcə cücərmə üçün normal şərait yaradır. O müvəqqəti örtük kimi işləyir. Birincisi, torpağın üstündən nəmin buxarlanmasını azaldır. İkincisi, suyu yumşaq keçirir. Siz suyu birbaşa torpağa yox, qəzetin üstünə verirsiniz. Su yavaş-yavaş keçir və torpağı döyüb bərkitmir. Üçüncüsü, küləyin torpağı qurutmasının qarşısını alır. Dördüncüsü, temperatur dəyişməsini biraz yumşaldır. Torpaq gündüz tez qızmır, gecə də birdən-birə soymur. Beşincisi, yüngül kölgə yaradır. Kök toxumunun cücərməsi üçün işıq vacib deyil. Ona nəm, hava və uyğun istilik lazımdır. Burada bir sual yaranır. Niyə sellofan yox? Sellofan nəmliyi yaxşı saxlayır, amma onun ciddi mənfi tərəfi var. Havanı yaxşı buraxmır və günəşli havada torpağı çox qızdıra bilər. Əgər siz hər gün bağdasınızsa, örtüyü açıb havalandıra bilirsinizsə, ehtiyatla istifadə etmək olar. Amma bağa həftədə 1-2 dəfə gedirsinizsə, bu risklidir. Günəşli gündə sellofanın altında toxumlar istidən zərər görə bilər. Niyə agroörtük yox? Agroörtük də yaxşı variantdır. Su keçirir, hava keçirir, küləkdən qoruyur, torpağın qurumasını azaldır. Əgər sizdə ağ nazik agroörtük varsa, ondan rahat istifadə edə bilərsiniz. Amma qəzetin üstünlüyü odur ki, hər evdə tapılır, pulsuzdur və qısa müddətli örtük üçün çox uyğundur. Onu islatmaq asandır, götürmək asandır, torpağın üstündə nəmliyi yaxşı saxlayır. Əsas odur ki, adi qəzet kağızı olsun. Parlaq jurnal, qalın rəngli reklam kağızı, laklı buklet istifadə etməyin. Onlar suyu və havanı pis keçirir, torpağa da lazım deyil. İndi keçək işin özünə. Birinci addım torpağın hazırlanmasıdır. Lək pis hazırlanıbsa, təkcə qəzet möcüzə etməyəcək. Kök yumşaq, dərin işlənmiş, daşsız və iri kəsəksiz torpağı sevir. Təzə peyin də kökün altına uyğun deyil. Niyə? Çünki kök aşağı doğru böyüyür. Gənc kökçük yolda daş, sərt gil parçası, iri kəsək və ya çürüməmiş üzvü qalıq görsə, onu dolanmağa çalışır. Nəticədə kök əyri, haçalı, bəzən də buynuzlu çıxır. Ona görə kök ləyini yaxşı hazırlamaq lazımdır. Torpağı dərin yumşaldın, daşları, alaq köklərini, iri kəsəkləri çıxarın. Üst qat xırda, yumşaq və düz olsun. Təzə peyin verməyin. Çox adam düşünür ki, nə qədər çox gübrə versə, məhsul o qədər iri olar. Amma kök təzə peyindən sonra çox vaxt yarpağa gedir. Kök hissəsi haçalanır, kobud olur və pis saxlanır. Torpağı üzvü maddə ilə yaxşılaşdırmaq istəyirsinizsə, yaxşı çürümüş kompostdan istifadə edin. Peyini isə kökdən əvvəlki bitkinin altına vermək daha düzgündür. İkinci addım. Səpin dərinliyidir. Kökü dərin bastırmaq olmaz.
Şırım təxminən 1 sm, ən çoxu 1-2 sm olsun. Yüngül qumlu torpaqda biraz dərin etmək olar. Ağır, gilli torpaqda isə dayaz səpmək daha yaxşıdır. Mən şırımı çox dərin açmıram. Taxtanın kənarı ilə və ya sapla düz xətt basıram. Belə olanda sıra həm səliqəli olur, həm də toxum lazımsız yerə dərinə düşmür. Üçüncü addım. Səpindən əvvəl suvarmadır. Çox adam əvvəl toxumu səpir, üstünü örtür, sonra su verir. Bu da olar. Amma xırda toxumlar su ilə yerindən oynaya bilər. Şırım pozula bilər. Torpağın üstü bərkidə bilər. Daha yaxşı üsul belədir. Əvvəl şırımları açın. Sonra onları xırda deşikli su qabı ilə yüngülcə sulayın. Su torpağa hopsun. Toxumu artıq nəm şırımın dibinə səpin. Sonra toxumun üstünü yüngül materialla örtün. Ələnmiş torpaq, yaxşı çürümüş kompost, torf və ya qum ola bilər. Qat nazik olsun, kəsək olmasın. Üstünü ovucunuzla və ya taxta ilə çox yüngül basın. Tapdalamayın, sadəcə toxum torpaqla təmasda olsun. Dördüncü addım, qəzeti sərməkdir. Adi qəzet götürün. Ləyin üstünə 2 və ya 3 qat sərmək kifayətdir. Bir qat tez quruyub cırıla bilər. 5-6 qat isə artıq çox qalın olar, suyu pis keçirər. Qəzeti elə sərin ki, səpilmiş sahəni tam örtsün. Sıraların üstündə böyük boşluq qalmasın. Sonra qəzetin üstündən yaxşıca su verin. Qəzet islanmalı və torpağa yapışmalıdır. Yaş qəzet ağır olur. Külək onu asan qaldırmır və dərhal işə başlayır. Kənarlarını daşla, taxta ilə, kərpiclə və ya əlinizdə olan başqa bir şeylə bastırın. Bütün ləyi ağır əşyalarla doldurmaq lazım deyil. Sadəcə kənarlar və bir neçə orta nöqtə sabit qalsın ki, külək aparmasın. Əsas iş bitdi. Sonra sizin vəzifəniz çox sadədir. Qəzetin tam qurumasına imkan verməyin. Hava quru və küləklidirsə, qəzetin üstündən su verin. Qəzeti qaldırmağa ehtiyac yoxdur. Su onun içindən keçib, torpağı nəmləndirəcək. Əgər yağış yağırsa, əlavə su verməyə ehtiyac yoxdur. Sadəcə ara-sıra baxın ki, qəzet yerindədir. Quruyub torpağa bərk yapışmayıb. İndi ən vacib məqam. Qəzeti nə vaxt götürmək lazımdır? Qəzet yalnız cücərtilər görünənə qədər lazımdır. Onu ehtiyat üçün uzun müddət saxlamaq olmaz. Cücərti çıxan kimi ona işıq lazımdır. Adətən səpindən 5-7 gün sonra yoxlamağa başlamaq olar. Qəzeti tam açmayın. Sadəcə kənarını yavaşca qaldırın və baxın. Hava sərin olubsa, toxum köhnədirsə, cücərmə gecikə bilər. Bu normaldır. Panikaya düşmək lazım deyil. Ağ və ya açıq yaşıl nazik cücərtiləri görən kimi qəzeti götürmək vaxtıdır. Bunu axşamüstü və ya buludlu havada edin. Niyə gün orta yox? Çünki cücərtilər bu vaxta qədər nəm və kölgəli yerdə olub. Onlar zərifdir, solğundur, birbaşa günəşə hazır deyil. Günün istisində qəfil atsanız, stres keçirə və sola bilər. Axşam götürəndə gecə boyunca uyğunlaşırlar. Ertəsi gün işığı daha rahat qəbul edirlər. 1-2 günə yaşıllaşırlar və normal böyüməyə başlayırlar. İndi toxum haqqında danışaq. Kök toxumu mümkün qədər təzə olsun. Kök toxumunun cücərmə qabiliyyəti uzun saxlananda azalır. Əgər paket neçə il hardasa qalıbsa, nəticə zəif ola bilər. Səpindən əvvəl toxumu hazırlamaq olar. Ən sadə üsul, toxumu bir neçə saat, hətta gecədən səhərə qədər ilıq suda saxlamaqdır. Sonra suyu süzün, toxumu azca qurudun ki, bir-birinə yapışmasın və səpin. Toxumu günlərlə yaş vəziyyətdə saxlamayın. Əgər toxum parçada cücəribsə, onu səpmək çətin olur. İncə kökçüklər asan qırılır. Kökü bərabər səpmək də ayrıca məsələdir. Toxum çox xırdadır. Birbaşa paketdən səpəndə bir yerdə sıx, başqa yerdə boşalınır. Sadə üsul toxumu quru qumla qarışdırmaqdır. Məsələn, 1 çay qaşığı toxumu 1 stəkan quru qumla qarışdırın və bu qarışığı şırma səpin. Qum toxumun daha bərabər yayılmasına kömək edir. Başqa bir üsul kağız lentdir. Hazır lentlər də olur. Özünüz də düzəldə bilərsiniz. Nazik kağız götürürsünüz. Zolaq şəklində kəsirsiniz. Un və sudan çox sadə yapışqan hazırlayırsınız. 3-4 santimetrdən bir balaca damcı qoyursunuz və hər damcıya bir toxum yerləşdirirsiniz. Bu biraz vaxt aparır, amma səpin vaxtı çox rahat olur. Lenti şırıma qoyursunuz, üstünü örtürsünüz
və cücərtilər daha bərabər çıxar. Əgər adi səpmişsinizsə və kök sıx çıxıbsa, seyrətmə mütləqdir. Burada bağbanın ikinci çətinliyi başlayır. Əvvəl 2 həftə hər cücərtini gözləyirik, hər yaşıl sapı görəndə sevinirik. Sonra isə həmin cücərtilərin bir hissəsini çıxarmaq lazım gəlir. Amma seyrətməsəniz, yaxşı kök olmayacaq. Bitkilər bir-birinə yer verməyəcək. Kök nazik, xırda və zəif qalacaq. Seyrətməni 2 dəfə etmək daha yaxşıdır. Birinci dəfə əsl yarpaqlar görünəndə edin. Bitkilər arasında təxminən 1-2 sm məsafə saxlayın. Bu hələ son məsafə deyil. Sadəcə ən sıx yerləri açırsınız. İkinci dəfə biraz sonra edin. Yarpaqlar böyüyəndə hansı bitkinin daha güclü olduğu görünür. O zaman köklər arasında 3-5 sm məsafə saxlayın. İri sortlarda məsafə biraz çox ola bilər. Seyrətməni suvarmadan və ya yağışdan sonra etmək daha yaxşıdır. Torpaq nəm olanda artıq bitkilər asan çıxır və yanındakı kökləri az narahat edir. Bir vacib məqam da var. Çıxardığınız xırda kökləri və yarpaqları ləyin üstündə saxlamayın. Onların iyi kök milçəyini cərb edə bilər. Qalıqları dərhal uzaqlaşdırın və ya düzgün bağlanan komposta atın. Seyrətmədən sonra ləyə yüngül su verin. Çünki bitkiləri çıxaranda qalan köklərin ətrafındakı torpaq boşala bilər. Su torpağı yenidən köklərə yaxınlaşdırır. İndi suvarmadan danışaq. Burada hamıya uyğun bir qayda yoxdur. Məsələn, hər 4 gündən bir su verin demək düzgün olmaz. Qumlu torpaqda su tez gedir. Gilli torpaqda daha çox qalır. Aran bölgəsində isti tez düşür. Abşeronda külək qurudur. Lənkəran tərəfdə rütubət daha çox ola bilər. Dağ ətəyi yerlərdə isə hava gec isinir. Ona görə təqvimə yox, torpağın vəziyyətinə baxmaq lazımdır. Kök xüsusilə başlanğıc dövrdə və kök hissəsi böyüyəndə susuzluğu sevmir. Amma daim palçıq içində qalmaq da ona yaxşı deyil. Ən yaxşısı, az-az hər gün torpağın yalnız üzünü islatmaq yox, ehtiyac olanda daha dərin suvarmaqdır. Su kökün böyüdüyü dərinliyə qədər getməlidir. Belə olanda kök aşağı doğru inkişaf edir, daha düz və sağlam böyüyür. Ən pis variant torpağı uzun müddət quru saxlamaq, sonra birdən çox su verməkdir. Belə kəskin dəyişiklikdən köklər çatlaya bilər. Yəni, əsas prinsip budur. Torpaq nə tamam quru olsun, nə də bataqlıq. Nəmlik mümkün qədər sabit qalsın. Gübrəyə gəlincə, kök çox azotu sevmir. Azotu çox versəniz gözəl, iri yarpaq görə bilərsiniz. Amma kök hissəsi o qədər də yaxşı olmayacaq. Kobud, haçalı və saxlamağa yararsız ola bilər. Əgər lək əvvəlcədən yaxşı hazırlanıbsa, kök çox vaxt əlavə güclü gübrəsiz də normal böyüyür. Torpaq zəifdirsə, kalium və fosfora üstünlük verən yüngül qidalanma etmək olar. Bəziləri kül dəmləməsindən istifadə edir. Bir stəkan külü bir vedrə suda qarışdırıb, bir müddət saxlayırlar. Sonra nəm torpağa verirlər. Amma külü də həddindən artıq istifadə etmək olmaz. Xüsusilə torpağınız onsuz da qələvidirsə, ehtiyatlı olun. Gübrədə əsas qayda budur. Çox vermək yox, yerində vermək lazımdır. Bir məsələ də kök milçəyidir. Bu zərərverici məhsulu ciddi korlaya bilər. Sürfələr kökün içində yollar açır, kök dadını itirir və pis saxlanır. Çox adam kökün yanında soğan əkməyi məsləhət görür. Bunda məntiq var. Soğanın iyi zərərvericini bir qədər çaşdıra bilər. Amma bu 100% qoruma deyil. Daha yaxşısı, bir neçə tədbiri birlikdə görməkdir. Səpini çox sıx etməyin. Seyrətməni axşamüstü və ya buludlu havada edin. Çıxardığınız bitkiləri ləkdə saxlamayın. Kökü hər il eyni yerə əkməyin. Bitki qalıqlarını sahədə qoymayın. Əgər sizin barda kök milçəyi hər il problem yaradırsa, ən etibarlı yol incə tor və ya yüngül örtükdən istifadə etməkdir ki, zərərverici bitkilərə çata bilməsin. İndi bütün üsulu qısa şəkildə yadda saxlayaq. Əvvəlcə yumşaq, təmiz, daşsız və təzə peyinsiz lək hazırlayırıq. Sonra daya şırımlar açırıq. Şırımları suvarırıq və suyun hopmasını gözləyirik. Kök toxumunu səpirik. Çox sıx səpməməyə çalışırıq. İstəsəniz, toxumu quru qumla qarışdıra bilərsiniz. Üstünü nazik qatla, yüngül torpaq, ələnmiş kompost və ya qumla örtürük. Səthi çox yüngül basırıq. Ləyin üstünə adi qəzeti 2-3 qat səririk. Qəzeti yaxşıca isladırıq və kənarlarını bərkidirik. Sonra nəzarət edirik ki, qəzet quru qalmasın. Bir neçə gündən sonra kənarını qaldırıb baxırıq. Cücərtilər görünən kimi qəzeti axşamüstü və ya buludlu havada götürürük. Vəssalam. Burada bahalı dərman yoxdur.
Çətin aqronomluq yoxdur. Sadəcə biz kökün başlanğıcda ən çox ehtiyac duyduğu şeyi qoruyuruq. Torpağın üst qatındakı sabit nəmliyi. Bu üsul xüsusilə o ləklərdə yaxşı işləyir ki, əvvəl kök parça-parça çıxırdı. Qəzet mümkün olmayanı etmir, amma ən həssas mərhələdə, yəni toxumdan cücərtiyə keçid dövründə kökə kömək edir. Sonrası artıq adi qulluqdur. Vaxtında seyrəltmək, normal suvarmaq, torpağı yumşaq saxlamaq, zərərvericidən qorumaq və azotu həddindən artıq verməmək. Ona görə əgər sizin kök hər il gec və seyrək çıxırsa, dərhal toxumu və torpağı günahlandırmağa tələsməyin. Bu mövsüm səpindən sonra ləyi nəm qəzetlə örtməyi sınayın. Əsas odur ki, torpağın üst qatı qurumasın. Bəzən yaxşı cücərtinin sirri bahalı vasitələrdə deyil. Sadəcə vaxtında bir şey qorumaqdadır. O da nəmdir.